Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il ərəfəsində uşaqlar üçün keçirilən bayram şənliyində iştirak etdilər. Tədbir müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olundu. Yeniniz mübarək. Bayram proqramı çərçivəsində həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün hazırlanan bu il Göyərçin jurnalının yeni ilə həsr olunan xüsusi buraxılışı təqdim edildi. Jurnal uşaqlar tərəfindən böyük maraqla qarşılandı. Qeyd edək ki, 1958-ci ildən etibarən nəşr olunan Göyərçin jurnalı ibtidai sinif şagirdləri və məktəbə qədər yaş qrupuna aid olan azyaşlı oxucular üçün aylıq jurnal kimi çap edilir. Jurnalın baş redaktoru, əməkdar incəsənət işçisi professor Rafiq Yusifoğludur. Göyərçin zəngin ənənəsi olan bir jurnaldır. O dövrün şairləri, yazıçıları elə bir adam olmayıb ki, Göyərçin jurnalı üçün məxsusi nəsə bir şey yazmasın. Ən maraqlı faktlardan biri ondan ibarətdir ki, jurnal Abdullah Şaiqin xeyir duası ilə çap olunub. Həmin dövrdə yaşayan şairlərdən Əhməd Cəmilin, Məmməd Rahimin Göyərçin haqqında olduqca gözəl ayrıca şeirləri var. Eyni zamanda proqram çərçivəsində balacalar üçün yeni il personajlarının və sevimli nağıl qəhrəmanlarının iştirakı ilə əyləncəli oyunlar, interaktiv tədbirlər və musiqili proqramlar təşkil olundu. Şənlik zamanı Göyərçin jurnalından nağıl və şeirlər səsləndirildi. Uşaqlar müxtəlif müsabiqə və oyunlarda iştirak etdilər. Sonda uşaqlara müxtəlif bayram hədiyyələri təqdim edildi. Xatirə fotosu çəkildi. Müsələm Məzzadə, Aliq Bəxtiyaroğlu, ASTV Xəbər.